Və gəldiyimiz növbəti ziyarət Vadi-üs-Salam qəbirstanlığı, ruhların dincəldiyi və salamatlıq vadisi. Əhl-i-Beyt imamlarından rəvayət olunur ki, Vadi-üs-Salam cənnət bağçalarından bir bağçadır. İmam Sadiq əleyhissalam buyurur, hər bir mömin ruh ölümündən sonra Vadi-üs-Salamda bir yerdə toplanır. Onlar bir-birinə baş çəkər, danışar, dua edərlər. Və bu qəbirstanlıqda Həzrəti Hud Peyğəmbər, Həzrəti Salih Peyğəmbər və Əllamə Qazi kimi dahi şəxsiyyətlər dəfn olunub. Gəldiyimiz növbəti ziyarət Səhlə məscididir. Bir adı da Süheyl məscididir. Səhlə məscidi Şiə müsəlmanları üçün xüsusi əhəmiyyət daşıyır. İnanılır ki, bu məscid Həzrəti İmam Zaman ağanın zuhurundan sonra iqamət edəcəyi yerdir. Həmçinin məscidin ərazisi Həzrəti Davud, Həzrəti İbrahim, Həzrəti İdris və Həzrəti Xızır kimi peyğəmbərlərin yaşadığı və ibadət etdiyi yer kimi tanınır. İmam Sadiq əleyhissalam rəvayət edir ki, çətinlik olan hər bir kəs Səhlə məscidinə gəlib, orada məğrib və işə namazları arasında 2 rükət namaz qılaraq Allahdan yardım istəsə, Allah Taala onun çətinliyini həlli asan edər. Həmçinin imam buyurur ki, orada mürsəl və mürsəl olmayan nəbilər və sadiq vəsilərin qəbirləri var. Orada Səhlə məscidi var. Allahın göndərdiyi hər peyğəmbər orada namaz qılıb. Allahın ədaləti oradan zahir olacaq. Qaim və ondan sonraki rəhbərlər orada yaşayacaqlar. Və beləliklə Kərbəla Məşəd zəvvarlarımızla Nəcəf ətrafı dövrə ziyarətlərimiz tamamlandı və Həzrət Əli əleyhissalamla gəldik sağollaşaq. Artıq 2 gün Əli əleyhissalamın ziyarətində qalmaqla mənəviyyatımızı daha da zənginləşdirdik. Bizim üçün çətin olsa da artıq vidalaşmaq zamanı gəlmişdir. Allah təkrar bizə Əli əleyhissalamın mübarək qəbrinin ziyarətini nəsib eləsin. Zəvvarlarımızla bahəm yol alırıq eşqin səfəri Həzrəti İmam Hüseyn əleyhissalamın mübarək qəbrinin ziyarətinə tərəf.